Allahın əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinmək nədir? Quran-ı Kərimi hicr etməkdən sayılmır. Kim ki Allahın əmrlərini yerinə yetirirsə, Quranda bizə əmrlər olub, onların inşallah bəzilərini deyəcəm, və qadağalardan çəkinirsə, Allahın izinə bu hicr etmişlərdən sayılmır. Amma Quran-ı Kərimdə olan əmrləri yerinə yetirmiriksə, qadağalardan çəkinmiriksə nədir? Quran-ı Kərimdən hicr etmiş sayılırıq. Misal üçün, Allah Subhanahu Teala Quran-ı Kərimdə şirki qadağan edib. Şirki nədir? Qadağan edib. İstərsə böyük şirk, istərsə də kiçik şirk. Allah Subhanahu Teala buyurur ki: "Va'budullaha və la tushriku bihi şey'a." Allah'a ibadət edin, ona heç bir şeyə şərik qoşmayın. Kimsə Allah korusun əməllərində şirk varsa, istərsə kiçik şirk, istərsə böyük şirk nədir? Quran-ı Kərimdən hicr etmiş sayılır. Subhanallah. Fikir verirsiniz. Ona görə çalışmaq lazımdır. Bəzi andılar olur, Allah korusun, insanlar arasında yayılıb, nə bilim, çörək haqqı, işıq haqqı, atam canı, anam canı, bu şeylərdən uzaq durmaq lazım. Bu şeylərdən nədir? Uzaq durmaq lazımdır, hətta özümüzü qorumaq üçün. Sonra Quran-ı Kərimdə əmrlər var. Allahın əmri var ki, Allah Subhanahu Teala buyurur ki: "Və la taqul lahumā uffin." Onlara uf belə demə. Kimlərə? Valideynlərə. Valideynlərə uf belə demə. Bu Allahın əmridir. Biz bunu etmiriksə, əksi olaraq Allah korusun onlarla yaxşı rəftar etmiriksə, onların üstlərinə qışqırırıqsa, bu nədir? Quran-ı Kərimdə hicr etmiş sayılır. Quran-ı Kərimdə nədir? Hicr etmiş sayılır. İnsanın əməllərində şirk varsa, insanın əməllərində valideynlərə qarşı kobudluq varsa, Allah korusun nə sayılır bu? Quran-ı Kərimdən hicr etmək sayılır. Həmçinin Allah Subhanahu Teala Quran-ı Kərimdə buyurur ki, əmr edir, qadağan edir. Və la taqrabuz zinə. Ağsaqqallardan üzr istəyirəm, kiçiklərdən də. Allah Subhanahu Teala buyurur ki, zinaya yaxınlaşmayın. Yəni kimsə Allah korusun istərsə, yəni fikir verin, Allah Subhanahu Teala deyir ki, yaxınlaşmayın. Yaxınlaşmaq başqa şeydir. Etmək başqadır. Allah Teala deyir ki, və la taqrabu. Yaxınlaşmayın. Yəni ona aparan yollardan hamısına nədir? Uzaq durun. Ona görə gərək insan neynəsin? Ən birincisi gözünü qorusun. Gözünü qorusun. Allahdan qorxub nədir? Gözlərini yerə diksin. Necə ki Allahın əmri var. Mömin kişilərə Allah Subhanahu Teala buyurur ki, mömin kişilərə gözlərini yerə diksinlər. Naməhrəmə baxmasınlar. Həmçinin qadınlara da Allah Subhanahu Teala əmr edir ki, gözlərini nədir? Yerə tikib naməhrəmə baxmasınlar. Ona görə Allah korusun, insan buna vərdiş edibsə, naməhrəm qadınlara baxmaq varsa, Quran-ı Kərim nədir? Hicr etmiş sayılır.